Sabirabad rayonu Ulacalı və Quruzma kəndlərini birləşdirən körpüyə yaxınlaşıram. Aldığım məlumatlara əsasən körpünün bir istiqaməti batırıb. Hal-hazırda yaxınlaşıram ora. Baxın görüm orada vəziyyət nətərdir. Ətraflı olaraq video paylaşım olacaq. İzləmədə qalın. Deməli, Bərənin o bir istiqamətində, Quruzma istiqamətində körpü uçub. İndi yaxınlaşırıq biz ora. Oradan da bizi inşallah qayıq vasitəsilə çayın o tərəfinə keçirdəcəklər. Hal-hazırda gedirik baxmağa. Ha? Yox, cəza almışam. Salam məşəm. Anar müəllimə cəza almışam. Nətərsən? Körpünün sahibi Anar müəllimə cəza almışam. Şimdi bak körpünün vatan istiqamətdə oradır. Hal-hazırda da orada da insanlar var. Görək inşallah necə olacaq. Körpünü o tərəfə keçməyə çalışacaq. Anar bəy deyir ki, qayıq göndərəcəm inşallah. Görək qayığı bəri göndərəcəklər yoxsa yox. Sahibi tərəfindən qayıqla gəlirlər. İnşallah indi kömək edəcək, keçəcəm o tərəfə. Oradan da çəkiliş çəkəcəm. Görək necə olub və nətər olub. Orada da insanlar var. Müsahibə verən olsa müsahibə alacağım inşallah. Quruzma kənd sakini bu günləri bu hansı ki Quruzma Ulacalı körpüsündə bu hadisə olub. Hadisə necə olub baxsaq da? Pontonda qısa balaca nasazlıq var idi. Biz o elektrik vasitəsilə, su nasoslarının vasitəsilə biz onu təmizləyirdik, vaxt çatdırırdıq. Bu günlərdə təsadüfən elektrik enerjisində kəsilmə olub. Buna görə də biz o işi görə bilməmişik. Ona görə də bu ponton batıb. İndi inşallah çalışacaq ki, bu da bərpa eləyək, zəhmət körlük çəkməsin. Piyada adamlar maşınla bizim elə bir ki, Sabirabadla bizim yolumuzu bu 4-5 kilometr qısaldırdı bizim yolumuz. O da inşallah ki, çalışacaq indi bərpa olunacaq, sonra yenə fəaliyyət göstərəcək körpü. Çox sağ olun. Allah'ın köməyi ilə inşallah.